Tez-tez bu ifadəyə rast gəlirik, ya yazılı formada, ya şifahi. Bizə deyirlər ki, Azərbaycan incəsənətinə ağır itki baş verib. Azərbaycan mədəniyyətində ağır itki olub. Filan kəsi itirmişik, filan xalq artistinə, filan əməkdar artistini itirmişik. Biz elə itirirdik. Amma indi hal-hazırda doğrudan da Azərbaycan mədəniyyətini, incəsənətini hələ demirəm, şou biznesində böyük itki olub, itki baş verib. Niyə görə? Bax, gəlir, bu itki deyilmi? Bu musiqimizə qarşı bir xəyanətdir, musiqiyə qarşı bir tərbiyəsizlikdir, belə deyərdim, musiqiyə qarşı bir səbirsizlikdir, digər hər şeylər demək olar da. Mən deyərdim ki, burada bizim həm şou biznesimizə təcavüz var, həm böhtan atma var, həm alçaltma var, həm ironiyadan yanaşma var, həm aşağılama var. Hər şey var da. Nə bilim, bilmirəm, bilə adam istəyir o ifadələri işlətsin. Məsəl üçün, mən o ifadələri işlətməyə özümə layiq bilmirəm ki, izləyicilər bunu eşidər, izləyicilər inciyər, izləyicilərin xətrinə dəyə bilər. Amma bu adamlar istər söz yazar olsun, istər bəstəkar olsun, istər ifaçı olsun, utanmadan. Bu nə deməkdir? Bu nə ifadədir? İşlədilir. Mən baxıram bunları, belə insanları toylara dəvət ediblər. Toyda hamı baxırsan belə samballı qadınlardır, ağır, gözəl, səlqəli geyiniblər. Hamının əlində bu adamı çəkirlər. Sonra da gəlirlər bizdən bir məclisdə oturanda deyir ki, biz onu bəyənmirik. Siz bəyənmirsinizsə, bu arxasını çevirib, üzr istəyirəm ifadəmə görə, nəcis çıxan yerini sizə çevirir, deyərdim elə bir dəqiqəyə qədər arxasını sizin üzünüzə tutur, yəni arxam zad sizə tutur, mahnını ifa edir. Siz də məhz onun arxasını belə fərəhlə, fəxrlə çəkirsiniz ki, filankəs xanımla mən eyni toyda oldum. Amma göstərəndə, baxanda baxırsan ki, 2 dəqiqəlik bir şey çəkmirsən, onun elə 1 dəqiqə, 2 dəqiqəsi onun arxasını çəkmirsən. Qalan yerdə qalanı da xırdaca özünüzlə bağlı nəsə çəkmişsiniz, musiqi çəkmişsiniz. Bu da insan da baxır ki, ona dəyər verirlər, onun yanındadılar, onun arxasını, nəcis çıxan yerini həvəslə çəkirlər. Bu da əcəb edir, bu ifadələri işlədir. Siz onu dəstəkləməsiniz, siz orada o oxuyan toydan çıxsanız, onun musiqisi gələndə qulaqlarınız kapatsanız, bu adam mışdı, müşdi, nə bilim nədir, bu ifadələri işlətməz. Görür ki, siz sevə-sevə onu dinləyirsiniz, o da bu ifadələri işlədir. Yenə də deyirəm, inanın Allaha ki, bu mahnılarla bizim şou biznesimiz, elə mədəniyyətimizə deyərdim, incəsənətimizə deyərdim, böyük itkidir. Böyük itki baş verib ki, belə musiqilər, belə sözlər gəlib, belə ifaçılar gəlib girib bizim gözəl incəsənətimizin, mədəniyyətimizin, şou biznesimizin içərisinə. Eyibdir.